Hörmətli dostlar, qardaş bacılar, məndən böyüklər və kiçiklər. Allahdan, talihdən, təbiətdən, o böyük yaradan qüvvədən arzu edirəm. Həmişə belə qohumluq arasında, dostluq arasında belə şən günlərdə görüşək. Deyir, görünən dağa nə bələt ki, Binəli müəllim haqqında bax bu sinə doludur, sübhə qədər dastan deyən qutarmaz. İşte bilməzdir. Onun yaradıcılığına, onun şəsli bəstinə, təmtəraqına çox gözəl bələdəm. Çoxdan da tanıyıram. Bir ailədə, bir eldə, bir obada bir istedad varsa, mütləq onun davamçısı olmalıdır. Binəli müəllimin bu səviyyə gəlib çatmağını heç də onun öz istedadına və yaxud da yaradan talihin qismətindən deyə bilmərəm. Bunun dünyaya gəldiyi o el, o oba şairlər məkanıdır, aşıqlar məkanıdır. Kəpənəkçi kəndində uşaq vaxtından böyümüşəm, 60%-ni mən tanıyıram. Oran aşıqlarını, şairlərini, Allah rəhmət eləsin, uzun müddət dostluq edən Abbas Abdullah, Zəlmxan Yaqub. Zəlmxan Yaqub 92-ci ildə mənim toyum olanda mənim şahımı qaldırır. Mənim sağdışım olur, mən də ona sağdış olmuşam. Şair Məhəmməd, neçələrini saysam o ildən obadan çıxır. Hər kənd ki, bir qəhrəmanı yetişdirən el, bir istedadı yetişdirən ailə, ailədə mütləq davamçı olmalıdır. Mütləq, çünki onun yeri var orada. Kəpənəkçi elinin başdan ayağa, uşağından böyüyünə, hamısının sinəsi doludur. Elə də belə bir cavanı yetişdirməliydi. Buna söhbət yoxdur. Belələri hələ çoxdur. Mən Binəli müəllimdən hələ çox şey gözləyirəm. Hələ bu azdır. Belə təmtəraqları çox gözləyirəm. Çıxışın sonunda özümün bir şeirimlə tamamlayıram. Elə yadıma düşür, mənim hal-hazırda 80 yaşım var. 80-78. Elə yadıma düşür, 50 yaşım idi. 50 yaşımda daha mızdan üzr istəyim. Bu, çox mən meyə qurşanmışdım. Bu içki aləminin çox dəryasından üzürdüm. 50 yaşında gördüm ki, oğlanlarımı evləndirdim, gəlinlərim gəldi, artıq nəvələrim gəlib dünyaya. Onu davam eləməyə özümə ar bildim. 50 yaş yubileyimi keçirəndə sizi kimi nurani insanlar əyləşmişdir. Mən də cavan vaxtım idi. Aşağıda oturub sazla sinəmdə məclisi keçirirdim. Elə bir gözəl oğul qatib bana bir sual verdi. Onda mənim yadıma düşür. 50 yaşım idi, 50 illik yubileyimi keçirirdim. 28 il bundan qabaq. Qatib dedi, Qaracan bəy, bu 50 il yaşında hələ ki yaşayıbsan, hansı arzularına çatdın? Hansına çatmadın? Deyəndə dedim ki, o çatdıqları dedi, lazımdır demə. Çatmadığını var mı? Dedim, mən bütün arzularına çatdım. Ali təhsil aldım, böyük vəzifələrdə işlədim. Düzdür, aşıq şairi sənətindən də məşğul oldum. Dedim, o çatdıqların halalım olsun. O çatmadı o 2 dənə nədir? Onu de bizə bəsdir. Dedim, çatmadığım biri oldu ki, bax, sizin ki, məclislər olanda, əyləşəndə, həmişə hamı getdi, başda oxumağa, bax, əyəmizdə yer verdilər, özü də oxuyanmadım, nə çala bilməyərəm, bax, görürsünüz, oxumağın da göz qağımdadır, çalmağın da göz qağımdadır. Böyük bir sənətkarlığım da yox, deyirəm, sazı götürmüşəm. Dedi, yox, bu qarabəlli oldu, bu arzudur. O birisi də bundan sonra demə. Dedi, yox, o birisi bundan deyil. Sazı bana verməyəm, sazla deyəcəm. Allah'tan bir arzum qaldı gözümdə. Dəldə gözüm bir-birinizə bax elə deyirlər, görəm bu nədir? Bu nədir ki, bu bilmədən bunu gözümdə qalır? Biraz dayandım, tərazükarlıq elədim, gördüm, oradan buradan tutub o. Dedəmin ikisi bir dedə tutamda ürəyimi üzüldü, nədir o ikinci? Allah'tan bir arzum qaldı gözümdə, gözünə qurbanım, nə olaydı bir qızım olaydı mənim? Gəndə bu qalxdı deyəcək, olsa neyniyərdin sən, qızım olsa neyniyərdin? Dedim, neyniyərdin, körpə quzun deyib, əzizləyərdim, nə olaydı bir qızım olaydı mənim? Hər eldə obada hörmətim oldu, duyan ürəklərdə söhbətim oldu, Tanrıdan cüt oğul zürriyyətim oldu, aşağıda qurbanım, nə olaydı bir qızım olaydı? Var ol, var ol. Yolum
faizi yazı var imiş. Qismətinin çoxu azı var imiş. Tanrıdan pozulmaz yazı var imiş. Ne olaydı bir kızım olaydı ben. Bir de göreceksen qapını kəsdi. Geldi. Yetişdi ömrümün xəzanlı fəsli. Onda deyəcəksən ana nəfəsidir. Ne olaydı bir kızım olaydı mənim. Coşma ay Qaracan, onu bil ki sən. Yenə özü bilər, o özü bilən. Deyirəm yerində danışıb gülən nə olaydı bir kızım olaydı mənim. Həmişə yadınızda saxlayın qohumlar. Süfrə üstündə, halal neymət üstündə, halal. Bir də əziz bayram günlərində edilən duanı Allah eşidir. Amin. Amin. O gün mənim 50-lik yubileyim idi. Halal süfrəsində mən bu duamı elədim. Həmən o iki oğul zürriyyatım oldu. İki oğluma iki gözəl gəlin gəldi. İki dənə gözəl qız evladım var. Gördüm Allah başıma tökür. Dedim Allah bəsdir. Səndən belə istəyirəm. Mən səndən öpür. Doğuldum gelin qız dəryasında. Mən səndən bir istədim. İndi həmən nəvələrim, qız nəvələrim. Biri Almanyadadır. Biri də universitetdə oxuyur. Bu da hazırlaşır. Allah'tan arz edirəm. Hamınızı arzularınıza çatdırasınız. İçində mənim dostum bilədir.